Salam Yıldırım müəllim. Salam, hoş gördük. Hoş gördük. Hoş gördük, salam. Özün barədə qısa məlumat verərdin, elə olmasa. Acı çok sağ ol, gəlişinizdən çok şadam. Allah sizden həmişə razı olsun. Çok sağ ol. Mən 1960-cı ilin 15 fevralında Laçın bölgesinin Mişli kəndində dünyaya gəlmişəm. Və bürcüm də olsa da, həmişə bu bürcünə fəxr edirəm. Çox nəhəng şəxsiyyətlər bu bürcün altında dünyaya gəliblər. Mişli kənd orta məktəbində oxumuşam. Sonra əsgərliyə getmişəm. 79-81-ci il vətənə qulluq eləmişəm. Sonra 127 sayılı Laçın kənd orta texniki peşə məktəbində oxumuşam. O vaxtı 86 manat da təqaüd verirdilər. Ən çoxu da orada maraqlıydı ki, maddi tərəfi var. Amma orada çox yaxşı oxudum. Bir il demək oradan peşə məktəbindən fərqlənmə diplom aldım və məni Bakı Sənaye Pedaqoji Texnikumuna göndərdilər. Sonra orada təhsil aldım. Mişlidən, öz kəndimizdən mənim uşaqlıq dostum və yoldaşım bir məktəbdə oxumuşuq. Şöhrət Abbasla. Şöhrət Abbas da güclü jurnalist və qüdrətli qələm sahiblərinin biridir. Jurnalist Sənətkarlıq İnstitutunda Şöhrətlə həm də tələbə yoldaş olmuşam. Bir yerdə oxuduq burada. Sonra baxdım ki, yox, biraz da davam elətdirmək lazımdır. Gəldim və qiyabi Bakı dövləti qurtardım. Onun üçün də ömür günüm elə yollarda və təhsildə keçirdi. Ancaq oxumuşam, işləmişəm. Sonrasar kənd orta məktəbində işləmişəm. Sonra məlum hadisələr başlayıb və Laçın rayon icra hakimiyyətində işləmişəm. Sonra 44 saylı Laçın orta məktəbində işləmişəm. Sonra Qaradağ rayonunun sahil qəsəbəsində Yadigar Rustamov adına peşə liseyində işləmişəm xeyli müddət. Sonra demək Ağcabədi Pedaqoji Kollecində 21 il milli əxlaq fənnini tədris eləmişəm və mövcud vəziyyətlərlə bağlı, yəni səhhətimdə problemlər olduğuna görə keçən il işləyə bilmədim və kollecdən uzaqlaşdım, getdim öz xahişimlə. Bütün bunlar üçün, bu əldə elədiklərim üçün mən ən sevimli, ən əziz, mənim üçün ən istəkli olan sinif müəllimim Güllü müəllimə borcluyam. Ona çox borcluyam, çünki orta məktəbdən sonra aldığım diplomların hamısını Güllü müəllim verir mənə. Mən o haqda həmişə deyirəm və mən Güllü müəllim mənim üçün ən sevimli, ən əziz, ən istəkli müəllimdir. Heç vaxtı da yaddan çıxarmıram və nə qədər ki yaşayıram, həmişə müəllimə böyük hörmətlə yanaşıram. Allah ona uzun ömür can sağlığı versin. Mən bir daha Güllü müəllimə uzun ömür can sağlığı arzulayıram. Belə özüm haqqında bu belə qısaca məlumatlardır. Çox sağ olun. Güllü müəllimə həqiqətən hamımızın istəklisidir. Allah ömür versin. Yəni kəndimizin dəyərli müəlliməsidir. Bəli. Səni bir şair kimi, el şairi kimi Yıldırım Ərtəpəli təxəllüsü ilə tanınır. Bu barədə məlumat verərdim. Ərtəpə təxəllüsünü hardan götürmüşsən? Bəli. Demək, hacı, mən uşaq vaxtından, ağlım kəsəndən daimi Ərtəpəyə qarşı güclü bir sevgim olub. Aramızda çox güclü istək olub. Mən bunu bu cürə başa düşürəm və bu cürə bilirəm. Demək, orada Muruzun Mişəsi deyilən yer var. Uşaq vaxtı bir dəfə orada o Cabbarın bulanından aşağı dərənin kənarında böyük bir palıd ağacı vardı. Ondan aşağıda şırran var idi, su tökülürdü.
Yəni mən danışdıqlarımın hamısının obrazlı olduğu kimi deyirəm. Nəsə onu başqa cür deyə bilmərəm. Danışıqlarım da tam səmimiyyətdir. Orada dərədə çimirdim, təkcə idim özdə. Gəldim yuxarıdan ot biçdim, gəldim aşağıda dərədə çimirdim. Birdən elə bil ki, dünyalım gözümdə çox işıqlandı. İşıqdan da azda hava günəşli idi, yaxşı idi. Daha çox işıq oldu gözümdə. O işıq olandan sonra, bunu bir neçə dəfə də qeyd eləmişəm, gözümdə hər yan işıqlanandan sonra mən elə bil ki, Ərtəpəni daha yaxşı gördüm. Daha onu, bəli, əzəmətin, Quqarın, Çatımın, Qaşın, Gədiyin, Gəzin, Yalın, Yamacın hər yerini elə bil ki, onda daha yaxşı gördüm və ondan sonra mənlə onun arasında çox ciddi və belə həqiqətən də çox ciddi bir istək baş verdi. Və harda boş vaxtlarımda da, harda olursa olum, boş olanda elə yönü o tərəfə gedirdim. Daim yuxarı gələrdim, izləyərdim, baxardım, görüm nə var, nə yox. Həm də bir şey məni düşündürürdü. Onun Ərtəpənin adına iki ad deyirlər. Biri pir deyirlər. O pirə oxşadığına görə, cəmaat inancılığı olduğuna görə, müqəddəs yer olduğuna görə belə cəmaatın nəzər diqqətində həm cəmaatın el-ovanın piridir. Həm də baxırdım ki, ona adamların əksəriyyəti Artəpə deyir. O sözlə təhlil edirdim, baxırdım bu onun deyilişinə uyğun deyil. Bu heç cürə onun adına uyğun gəlmir. Nəyə görə ar olmalıdır? Sonra təhlil elə ədəbiyyatlara baxa gətirdim. Baxdım ki, yox, bu dağların əridir. İgid dağıdır, məğrur dağıdır, mərddir, qeyrəti var, igid dağıdır. Ərtəpə, ondan sonra bax, mən bu obrazı da Azərbaycan ədəbiyyatına mən gətirdim. Ərtəpə obrazı və bugün də o təxəllüsünə, şeirlərimdə, mən şair deyiləm, amma bir neçə şeirin müəllifiyəm, səmimi etiraf edirəm. Bəli, təxəllüsü də Ərtəpə götürdüm, Bildirim Ərtəpə və o dağa da hədsiz bağlılığım və vurğunluğum var. Yaradıcılığımın da demək olar ki, 100%'inde ona həsr elədim. Məsələn, lirik şeirlərdə var, vətən həsrəti, yurt sevgisi, bunlar hamısı bizim məlum məsələlərdir də. Bunlar niyə belə olur, amma mənim ilk şeirim 1975-ci ildə çap olunubdur. Azərbaycan Piyoneri qəzetində. Birinci dəfə şeirim, o da vətən haqqı. Təsadüf çox maraqlıdır ki, o vaxtda da yazdığım şeir vətən haqqındaydı. Zaten Laçının dağlarına həsr eləmişdim o şeiri. Yadımda çox təəssüf ki, qəzet qalır, qəzeti saxlayırdım. 1975-ci ilin Azərbaycan Piyoneri qəzetində çap olunmuş. Ümumiyyətlə, mənim təbiətə çox sıx bağlılığım var. Təbiət elə bil ki, məni daimi özünə çəkir. Təbiətlə sıx bağlılığım var. Təbiəti xüsusən qəlbimdə olan dağ sevgisi çox yüksəkdir. Dağları sevirəm, dağları sevirəm. Mişli kəndinin hər santimetri, millimetri qəlbimdədir. Qəlbimdədir. Mən özümə tamamilə əminəm ki, mənim ürəyim yumruq boyda yox, yumruq şəklində, Mişli kəndinin xərtəsi şəklindədir. O qədər uşaq vaxtından hər yerin, bütün örüşü, təbiəti, hər yerini gəzib, hər yerində qəlbimə köçürtmüşəm. Elə gözlə o yerlərin aynasını, əksini, şəklini çəkmişəm, qəlbimə köçürtmüşəm. Bu dağ sevgisi hədsizdir. Hətta qaçqınlıq dövrü, yəni bu məcburi köçkünlük dövrü, mən tez-tez demək olar ki, hər Daşkəsənə gedib Qoşqar dağında olmuşam, orada başqa dağlar var. Qoşqara da çıxmışam, zirvəsinə də çıxmışam Qoşqarın, öz dağlarımıza da baxmışam. O məqsədlə gedirdim. Dağlara, heç vaxt dağlardan ayrı durmamışam da, o dağ sevgisi məni çəkib aparıb daimi. Daimi çəkib aparıb. Ərtəpədə elə Mişlinin də bir gözəllidir. Bəli, bəli. Mişli kəndinin gözəlliyidir. Bəli. Bildiyimə görə, onun Ərtəbənin ətəyində ağac əkmə aksiyasına da təşkil edilmiş o vaxtda. O təşəbbüsü də mən qaldırmışdım. Demək, Allah rəhmət eləsin Vahid müəllimə, məktəbimizin gözəl direktoruydu. Uzun müddət kəndimizdə də böyük xidmətlər olub. Ümumən, Mişli kənd orta məktəbi müəllimlərinin dünyasını dəyişənlərə böyük yaradan qəni rəhmət eləsin, qalanlara onların torpaqlarını ömür versin, can sağlığı versin. Demək,
Mən getdim Vahid müəllimə dedim, məqsədimi bildirdim, xahiş elədim. O da çox razı oldu. Özlərimizə coğrafya müəllimi idi. O saat dərhal mənə müsbət cavab verdi. Şagirdlərə müraciət elədik və şagirdlər hərəsi bir ağac gətirmişdi. Biri neçə çox ağac gətirmişdilər. Demək, mənim təşəbbüsümlə Ərtəbənin ətəyində 500 ədəd ağac əkdik. Təsəvvür elə ki, onu yaşıllaşdırma idarəsi görə bilmirdi o vaxtı. 500 ədəd ağac əkdik. Ən çox üstünlük verdik meyvə ağaçlarına, sonra akasiya. Akasiya ağacını da niyə? Çünki o həm soyuğa davamlıydı, həm tez çoxalırdı, həm də heç kim kəsmirdi. Tikanı zadı vardı. Onlar deyirdilər ki, lazım deyil. Amma tez də çoxalan idi. O Ərtəbənin ətəyində yuxarı hissədə, yuxarı soyuq olur da. Ona görə də ağaçdan çox əkdik oradakı. Akasiya bilirəm, indi hərəsindən 10-15 əmələ gəlib bilirəm. Hər ağaçdan 15 ağac əmələ gəlib. Baxanda sırayla əkilməyi bəlli olur. Oradan görünür. Amma bir dənə söz deyim, orada indi hamı gedib ziyarət edib, inşallah sənə də qismət olsun. Yəni səhhətindən bağlı gedib ziyarət edə bilməmsən, amma bilirəm ki, ürəyin oradadır. Hər gün orada dolaşırsan. Allah razı olsun. Sən bir ələ xahiş elədin məndən, gedəndə orada Qozanın çuğuda. İndi mən yaxşı tanımırdım da, biz elə orada uyğun bir yerdən istəyini yerinə yetirdim. İnşallah özünə nəsib olsun. Var ol, var ol. Mən sizdən çox razıyam, ona görə ki, həddindən artıq sizdən razıyam. Hər dəfə orada olanda, orada məni qeyd eləmişsiniz. YouTube'da baxıram, hərdən bir uşaqlar qoyurlar, baxıram. O, mənim adımı çəkmişsiniz, demişsiniz, bilir ki, yəni oraya gedən hər bir müşneli bilir ki, və bilməlidir ki, və bilir ki, mən oraya nəfəs alan adamım da. O da ən çox, demək, orta məktəbi qutarandan kərəmti əlimdə olur. Daimi ot biçmişik. Örüşün hər yeri, çayın çimənlərindən tutmuş taxtalara qədər, taxtalardan yanıq düzə, yanıq düzdən Körcə bulaqdan çıxırdı Kəbşənə qədər, sonra Kəbşəndən çimənlərin bulağının ətrafı yenirdi ora, qayıdıb gedirdik birdən Qırmıqdan üzü o tərəfə Seyidlər, Kazımçanın başı, Salahın dənəsi, yolun üstü, Qaramalı bulaq, gəldik, Nadirin bulağının yanından çıxırdıq üzü yuxarı, Ərtəbənin ətəyinə doğru, Pirin dərəsi ilə, Pirin dərəsi deyirdilər, üzü yuxarı qalxıb göl yerində otu tamamlayırdıq. O adını çəkdiyimiz hər bir yerlərin hamısı qollarımızdan gəlib keçirdi. Bizdə texnika işləmirdi deyinə, kərəmti ilə biçirdik o yerləri. Onlar da 3 ay bir yerdə çörək yeyirdik, bir yerdə olurduq, sonra biz de otu biçirdik, qız gəlin lay qoyurdu, maşında işləyənlər tayalığa doğru çəkirdilər, yığırdılar hamısını bir yerə. Onların da 3 ay bir yerdə işləməyin böyük təsiri var idi. Məsələn, ot biçini qutarandan sonra insandır da, insan varsa problem var, reallıqdır. Bir də xoşa gəlməyən şey olanda fikirləşirdin ki, əşi, nətər elim, 3 aydır çörək kəsirəm bir yerdə, bir süfrədə oturmuşuq. Ondan da məsələ həll olub gedirdi. Yəni, mən üstünüzə sağlıq 2 dəfə ağır maşın avariyasına düşdüm. Bu problemlər də hamısı ondan yarandı məndə. Çox təəssüf ki, bu vaxt olan problemdə gəldi xəstəlik müalicə dövrümə düşdü. Yəni, mən özümdə yaxşı olmadım. Yəni, bu xəstəlik vaxtıma düşdü. Amma hər şey yaddaşımdan silindisə də, ot biçini yaddaşımdan silinmədi. Maşın mənə çox pis, demək, ağır bədən xəsarəti yetirdi. Çox problemlərim oldu başımda, yaddaşda. Sonra onurğada hər yerdə problemlər oldu. Sonra qorxudan yaranan şəkər oldu. Onlar da hamısı, şəkər də gəldi, orqanı təmiz körlədi. Amma hər şey yaddaşımdan silindi, yalnız ot biçini silinmədi. Həmişə də deyirəm ki, kəndin ot bitini mövsümü elə bil ki, iliyimə yazılıb gedir. Sümüyün içindəki iliyə yazılıb deyir. Ona görə də onu heç vaxt nə qəzaları olsa da o yaddaşımdan çıxmadı. Yaddaşımdan silinmədi və bugünə qədər də elə bilirəm ki, o da qəbrə qədər məndən gedəcək. Qəbrin özündə də məni dirilib, ayın neçəsində yayda harda işləyirdiniz soruşsa kimsə olsa deyəcəm falan yerdə, o elmə işləyib o. Çox sağ ol, gözəl mövzuya toxundu. Bəli, elə mən də soruşacaqdım ot biçimi barədə. Mənim elə bir 2 yaşım vardı, 13 yaşım vardı.
axırıncı ot biçimində o yadıma gəlib bizə yalda elə pirin döşündən, Muruzun meşəsinin üstündən yeri düşdü. Valihgildən bizə, bir də bir kimizə yadımda deyil. Ot biçdik, belə bir ki, yamaçda biçirdik. Sən dediyin kimi yadımda qalanları ki, o yığılıb bir yerdə yemək var da, ot biçimində. O yadımdan çıxmır. Bir dənə elə bir çayı mənə tapşırdı, çayı qaynatmağı. Bir dənə çay dəmlədim orada. Rəhmətli izlərim gəldi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gəldi, o çayı içdi, dedi ki, indiyə kimi belə çay içməmişəm. Çayın içində qan təpər, kəklik otu, boy, hər şey. Hər şey. Yəni, o şeylər adamın yadından çıxmır, sən deyən kimi. O barədə deyə bilər, nətər olurdu, hansı qaydada bu ot biçini gelirdi, günorta yeməyi nətər təşkil olunurdu, bunlar barədə. Bəli. Demək, kəndimizin ən çağırlı vaxtı, yaxşı vaxtı, indi mən elə deyirəm, ola bilər ki, kiminiz üçünsə başqa bir vaxtı daha yaxşı olar, amma mənə görə ən yaxşı vaxtı yay mövsümü idi, ot biçələn vaxtı idi. Məsələn, sabah çox yaxşı yerə toxundum, bu gün ayın 31 martdır da, sabahları ayın 1-dir, aprelin 1-i. Sabahki gündən həm sahələr, kolxozun sahələri qorunurdu, həm də qızlar daşartlamaya çıxırdılar. Bax, aprelin 1-ində atalar deyir, sözü gətirir, Ərşin verir. Söhbət elədi ki, aprelin 1-i hörüşün qorunması və qız gəlinir, örüşün daşın, o biçənəklərin sahəsinin daşını artlamasıydı. Çıxırdı, hamı biçənəkləri təmizləyirdilər. Balaca daşlar dardan yamaçdan yomalanıb gəlirdi, ot biçəndə kərəntinin ağzına dərdi deyinə, hərli ot biçini var idi. Bizim kəndin mənə görə ən yaxşı vaxtı yay mövsümüydü, yay mövsümü. Kəndin demək olar ki, nə qədər insanlar vardı, onun hamısı çöldə bayırda olurdular. Çünki ot biçmək, ot laylamaq, kolxozun maşınlarında otu tayalaya çalmaq, gətirib yığırdılar oraya. Elə uzun nəhəng tayalar qoyurdular ki, indi onu heç kim qoya bilmez indiki adam, amma rəhmətli Muxtar kişi vardı, Mırızoğlu Muxtar. O, nə uzunda 50-100 metr uzunluğunda taya qoyurdu. Deyirdi ki, onu iplə tutub tərəzi ilə çəkmişəm. Maşın, adamlar çox, belə taya uzun olurdu, adamlar çatdıra bilmirdilər də otur. Maşınlar arxa üstə verirdi, tayalının üstə, onu boşaldırdılar, sonra götürüb bir ona otururdu, ona o cürə gedirdi. Bütün kəndin adamları hamısı hörüşdə, təbiətdə olurdu. Və ən maraqlısı da oydu ki, məsələn, ən yaxşı mənim, ən sevdiyim ot biçmə yerinin biri, bəlkə də birincisi deyirdim, Hacı yeriydi. İndi düzdür, oranı dağıdıb eləyiblər, yolları inlədiblər, Hacı yerində çox dağıdıblar. Ora Kövşənə çıxan yer. Kövşənə çıxanda fındıqların altı Hacı yeri. Oradan da niyə xoşum gəlirdi? Ora yamac idi, elə çap idi. Biz 40 nəfər, 35-40 nəfər ot biçən, hamısı arxa-arxaya dururduq. Orada bir bərdə də aparıb çıxardırdıq başa. Kənardan baxanda adam turna qatarı kimi görsənirdi ki, elə bir qatarlanıb gedirdi, hamı da birdən bu istiqamətə gətirirdi. Ən xoşuma gələn yer, ən sevdiyim yer orada ot biçmək. Kövşənə çıxan üzrələr çıxırdı, bir ot biçənlər, qabaqda gedənlər orada çıxıb bir otururdular, biz də onların arxasıyla keçib otururduq. Yaxşı ot biçənlər də vardı. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, qalanların hamısına Allah sana can sağlığı versin, uzun ömür versin, bir de gedək, bir de ot biçər orada. Orada mənim üçün ən əziz ot biçər, amma ən çox sevdiyim yer Qocanın üsuluydu da. Orada bizim kəndimizin ən mənzərəli yeridir. Bu ifadə də məxsusdur, mən özümə məxsus ifadə ki, mişni üzükdürsə, Qaş Qocanın üsuludur. Belə bir şeirlərimin birində də yazmışdım ki, mişni üzük, Qaş Qocanın üsulu, Ərtəpə qiblədir, inam yeridir. Müqəddəs ocaqdır, pirdə əzəldən Kəbədir, qiblədir, güman yeridir. Ayrılıq hər şeyi eyləyər hədər, insanın xəyalı 100 yerə gedər. Dünyada vətənin nəyə əvəz edər? Doğma şirindi, iman yeridir. Nurdur kəndimizə yağan yağışlar, xoşbəxtli mişniyə baxan baxışlar. İldirim, el-oba səni bağışlar, çətində dar gündə güman yeridir. Gözəl. El, oba, vətən, yəni inan ki,
bu keçen 92. yılın 18 mayından bugüne kimi olan ömrü ben yaşamadım da o nefes gitti geldi ama yaşama olmadı. Yani her bir cür bu həsrəti her bir cür yaşadı, her bir cürə sayaq yaşadı. Mən sayağı da çətin ki kimsə oldu. Ola bilər, mən demirəm. Məndən də başqaları da olar daha güclü ama sadece olarak onu deyirəm ki bu keçen ömrü mən yaşamadım. 92'nin 18 mayından bugüne kadar olan ömrü ve Ağcabəddə yaşayıram, indi de orada oluram. Qaçqınlıq haqqında, köçkünlük haqqında çok adamlar, çok şeyler yazıblar, çok sözler deyiblər. Böyük insanlar da çok şeyler yazıblar. Ama nedense mənə elə gəlir ki, yani o da özünə məxsus ifadə, subyektiv ifadə, en düzgününü 48. yıl məcburi köçkün olan, Qərbi Azərbaycanın deportasiya olan Ağcabədi şəhərində yaşayan Həsən Küçkün deyil. Həsən Küçkün, onun nəsə şiiri mən daha çok özünə çəkir. Yazır ki, bu qaçqınlıq heç hoşuma gəlmədi. Hara getdim, dedilər ki, gəlmədi. Dara düşdüm, kimsə yaxın gəlmədi. Ağlar gözüm, kirpiğini çalın. Çünkü o hissləri yaşamışdı deyilən. Özüm də Həsən Küçkün kimi o hissləri yaşadım. İndi sonra başa düşdüm ki, bəli bu köçkünlük, qaçqınlıq nə demək şeydir. Bunlar yaşayış deyil, miskin həyatdır. Bugüne şükürler olsun, yani yiğitlerimizin, şehitlerimizin kanı bahasına azad olup torpaqlarımız. İnşallah sana da Allah'tan can sağlığı dileyirik. İnşallah sen de yaxşı olarsan, sağlamlığın bərpa olar. Gedib birlikte ziyaret eləyərik. İnşallah, inşallah, inşallah. Ben sözümün məqamında Azərbaycanın bütün şəhidlərinə rəhmət olsun deyirəm. Ama kendimizin şəhidlərini də ister istemez, onlar mənim doğma və əzizlərimdir. Onlar müşri şəhidləri də. Allah hamısına qəni-qəni rəhmət eləsin. Ümumiyyətcə, bəli, bizim elə kənd cəmaatı, bütün Laçınlılar, bütün, yəni ki, Azərbaycan vətəndaşları kimi bizim kənd cəmaatı da, yəni öz silah tutanlar xidmət göstəriblər. Yəni, o birinci, ikinci Qarabağ müharibəsində hamısı layiqincə xidmət göstəriblər. Şükür Allaha ki, bugün onların sayəsində torpaqlarımız azaddır. Bəli, çox düz, çox düz lazım. İndi, o, məsələn, birdən özlüyümdə fikirləşirəm, qaçqınçılıqda heç nə yaxşı olmadı. Yəni, mən heylə başa düşürəm. Mənə görə heç nə yaxşı olmadı. Qanlandığım nələr oldu? Ancaq elə qəzalar, şəkərin yarattığı problemlər, amma kənddə olanda, rayonda olanda, birdən deyirlər ki, bu yaşla zadından asılıyor. Olar, mən o fikirlərimə razı deyiləm. İnsana yaş heç nə eləmir. Ola bilər ki, fiziki cəhətdən zəif ola bilər insan. Amma insan doğma yurdunda olanda, orada yaş ona heç nə eləmirdi, çünki sağlam idi. Çimənlərin bulağından, Qızılbulaqdan, Körcə bulaqdan, Nadirin bulağından, Cabbarın bulağından, Daş bulaqlardan, Maral bulağından, Qırmığın bulağından, Qaragözərin bulağından, Seyidlərin bulağından, Salahın dayanasının bulağından, Mineral bulaqdan, Məhəmmədin bulağından, Qabıq Qəsinin bulağından, Mağdurşanın bulağından içən adam xəstə ola bilərmi? Ömrü boyu xəstə ola bilməz, ömrü boyu xəstə ola bilməz. Orada udurulan havanı və görürdüm da, bizdə kənddə xəstə yox idi ki, ancaq zədələnmə var idi, travma, qozdan yıxılıb, yolda ayağı sürüşüb, kimsə evakualardan maşın qəzasına düşüb, bir də selə düşüb, belə şeylər var idi. Bizdə xəstəlik yox idi, ancaq zədələnmələr idi. Təbiətin yarattığı bəzi şeylər var idi, onlar da gəlib, yəni köçkünçülüyün, qaçqınçılığın mən yaxşı heç nəyin görmədim. Yəni reallıq belədir. İnsan yaşayır doğru, kimə nə olsam yaşayır, bir təhlükə yaşayır, gedir. Amma insan yalnız və yalnız doğma yurdunda yaxşı olur. Qalan yerdə, ancaq doğma yurdunda ki, bəli. İnsan harada anadan olursa, o xoşbəxt orada yaşayırsa. Mən o cürə qəbul edirəm. O tikanlarla, o daşlarla, o kollar, bitki, fauna, florası da adın çəkmə,
hamısı doğmadı, şirindi, əzizdir. İnan ki, sizi inandırmaq mənasında demirəm. Mən danışanda da and içmirəm, həmişə and içən adamlara yalancı deyirəm. Ama da düz danışırsansa demək, and içməyə ehtiyac yoxdur. Tavla yerindən yuxarı o qırmızı güneyində quşqonmaz göy tikan deyirdilər. Çox iti ucu olurdu. Adamın da harasına dəysə, istər istemez görünün, sonra göynüyür, bir de şişirdirdi görünü. İnan ki, bak hemen o quşqonmaz göy tikan da mənim ürəyimdədir. Hərdən bir ürəyimdədir, problem olur. Ben evdə deyirəm ki, bəs zad deyir, qırmızı güneyindəki deyir, tikandı, vayna beyana fırlananda dəyər məni tərpədi. Siz dediniz və yanıma bir şey düşdü. Gülüm müəllimədən də danışdı. Allah ömür versin. Deyir ki, indi özü söhbət edib, yoxsa bilmem kimsə söhbət edib, kimsə yanında söhbət edib. Mən eşitdim ki, gəlib bir dənə məktəbdən evə gəlib, ayaqqabısının içində bir də balaca daş var. O daşı atmayıb beçərə, götürüb, gələndə atıb o daşlı yola ki, bu buradan ayağıma düşür. O deyir ki, oradan ayrı, vətəndən ayrı düşmə, olduğu yerdən ayrı düşməsin. İndi siz dediyiniz kimi, o qəlblərdədir, bəli. O hər izi, hər o xatirələri insanın, yəni ki, o yerlərə bağlıdır. İldirim müəllim, mən sizi bir milli mənəvi dəyərlərə bağlı bir insan kimi tanıyıram. Yəni, cəmaatımız da elə tanıyır. Səhv eləmirəmsə, oğlunuz ağanın xətayı qoymuşsunuz. O Şah İsmail'in təxəllüsünü qoymuşsunuz, adını qoymuşsunuz. O barədə... Xəta. Ümumiyyətlə, hacı, mən sizə deyim ki, hər insanın idealı olur. İdealı olur. Mənim idealım Şah İsmail xətaydı. Kimdir, nəçidir, nə iş görüb, nə inəyib, nə cür adamdır, onların mənə aidiyyatı yoxdur. Mənə aidiyyatı olan 2.800.000 kvadrat kilometr Azərbaycandır. Gördü işin nəticəsidir. Mən buna görə bu adamı özümə həyat ideal seçmişəm. Mənim idealım bəli, artıq bu boyda Azərbaycanı 13 yaşında birləşdirmişdirsə, nəyə görə ideal olmasın ki, hər iş nə ilə ölçülür, nəticəsi ilə. Nəticə yaxşıdırsa iş görülür, nəticə yoxsa iş görülmür. İş görülmür. Bu şəxs də daim Azərbaycandan nəfəs alıb 2.800.000 kvadrat kilometrlik vətəni də birləşdiribdir. O heç vaxtı gedib haranı da işğal eləməyib. Parçalanmış Azərbaycanı birləşdirib yerə 1501-1736 Azərbaycan tarixə qızıl hərflərlə yazılan şanlı səhifələri. Ona görə də mən onu hədsiz sevirəm. İdealımda və oğlumun anında xəta qoydum. Özünə də başa salmışam. Bizim evimizdə də böyük portreti var, şəkili var. Deyirəm, bax, sənin adını bu addan götürüb qoymuşam. Vətənə qulluq eləmək lazımdır. Allah canlı sağ da belə siz də öz elminizlə, təhsilinizlə, yəni biliyinizlə tələbələr yetişdirsiniz və mən də elə eşitdiyim, bilim görüm ki, onlara da o vətənpərvərlik, milli məhəllə dəyərləri aşlamışsınız. Bəli. Məsələn, kətdə olan bizim kətdə adət və ənənələr var idi. Onlar mən Xətaya, Jaliyə verə bildim, öyrətdim onlar. Məsələn, həmişə elimizdə, obamızda xeyir işlər olsun, toylar olsun, şənliklər olsun. Amma təbii ki, o yüzü də var, bu yüzü də var. Mən onlara öyrətdim ki, qonşuluğunda kim dünyasını dəyişibsə, bizim kəndin özündə harda olur olsun, Ümid qəsəbəsində və yaxud da Ağcabədi qış yataqlarında. Televizor 7 gün açıla bilməz. Bugün də bizdə o ənənə davam edir. Gətirmişdə bir dənə qara parçatıla 7 gün televizor qaldı bağlı. Sonra deyirəm, sən paltarları yox, ola bilsin ki, kimsə mənə avvam desin belə şeylərə görə. Şərtin üstə atanmasın 7 gün. Kətdə olmuş nə vardısa, gözümlə nəyi gördümsə, onu uşaqlara verdim. Və uşaqlara demişəm ki, 7 gün həyətdə, evdə bərkdən gülmək olmaz. Qonşu eşidər. Qonşu şad, biz də şad. Qonşu pis, biz də pis. Bax, bunları uşaqlara verə bildim. Və bir də öyrətdim ki, evə gəldin, yemək yoxdur. Problem yaratma. Soğanın başına yumruqla vur, tuz da götür, alma kimi çörəyinə ya. Onu da verə bildim. O problem də yoxdur. Ümumiyyətlə çalışdım ki, Mişli kəndində olan gördüyümüz milli mənəvi dəyərləri, cəmaatın özünün bir-birinə bağlı münasibətlərini müsbət tərəfdən hamısını uşaqlara verin. Baxmayaraq ki,
Onların anası başka rayonun adamıdır. Baxmayaraq ki, kimdir? Söz yok ki, fərqlidir, Mişnilidir. Amma onlar, benim öğretlerim her ikisi özünde %100 Mişni elan edirlər ve Mişnilik deyirlər. Çünkü onlara onu verebilmişəm. O yerin təbiətini de ad-bad bulaqlarıyla hamısını gece saat neçədə durursan, bulaqların adını say, hamısını çəkərlər. En yaxşı bulaq Qızıl bulaq. Çünkü bizler adıyla məlum. Onu deyəcəklər. Hatta o bir şey diyeyim, çok hızlı hesap edelim. Ben həmişə Güllü müəllimin təbliğatını evdə çox eləmişəm. Kim belə müəllim deyil, mənim müəllim olur, en yaxşı müəllimdir. Bir dəfə məktəbdə toplantıda oğlum Xatay Ağcağa düşər, 5 nömrəli orta məktəbi qutarıb, orada oxuyur. Direktor Solmaz müəllimə soruşur, Xatay, en yaxşı müəllim kimdir? Məktəbdə. Uşaq idi də, onda 5-5'də oxuyurdu. Xatay deyir ki, bəs Güllü müəllim. Xatay müəllim soruşur ki, bu məktəbdə Güllü müəllim adlı müəllim yox, deyir, yox müəllim, en yaxşı müəllim atam müəllimidir. Sen o kadar demişəm, beyni öyle yeriyib onu. O kadar demişəm, deyir, en yaxşı müəllim atam müəllimidir, deyir. O da əlim vurmuşdu kürəyinə, demişdi, bir dənə də mayka vermişdi. Mayka ilə bağlı hədiyyə kimi ki, sən ki belə zadın atanın dediklərini götürmüsən, beləsən, bunu verirəm sana, mayka vermiş. Salamat eylesin. Allah sizləri saklasın, Allah balan xoşbaxt olasın, sağ salamat gəlsin, xeyir işinə yığışaq, toyuna yığışaq. Harada olsam nəfəs gedib gəlirsə, can nəfəs üstədirsə gələcəm. Bir şey də deyim ki, hazır. Mesela məndə bir tane xüsusiyyətim var. Heç vaxt danışanda ədəbi dili, yani yazanda da bazı şeyler var ədəbi dildə yazılır. Ama danışanda sırf Mişnili ləhcəsiyle. Hatta çap olunan 2 kitabım var. Onu da, o kitapları da Ertepe Həsrəti ve Kendinizin Dastanı mətbəədə xahiş elədim ki, bu 2 kitap Mişli kənd coğrafiyasını əhatə edir. Xahiş edirəm, təbiiliyin qorunması baxımından bunu yerli cemaatın danışıq şivəsində çap olunsun. Onlar da məni, xahişimi qəbul elədilər. Deyim ki, məndən sonra, mən də dünyamı deyim, dəyişib gedəcəm, qoy məndən sonra gələnlər görsünlər ki, Mişli danışıq şivəsi nə cür olur. Məsələn, o kitabda ədəbi dillə götürsək, milyon dənə qüsur var. Amma mən təbiiliyin qorunması baxımından dedim ki, yox, bu cür yazılmalıdır. Kətdə nə cür danışıramsa, o cürdə yazılmalıdır. O da cemaat onu daha yaxşı qəbul edir. Özlətcə. Görə bilən sosial şəbəkə cavanlar bir-birindən indizarət, yəni yazışırlar elə. Paylaşım da edirlər. Elə gəlibdir, gedibdir, olubdur. Bəli. Gedəcəm, gələcəm. İndinin özündə də, məsələn, o kollecdə 21 işlədim də, müəllimlər birdən mənə ilişirdilər. Deyirlər, gəlin gedək yemək içmağa. Yemək deyirdim mən, içmək deyirdim. Getdik yemək içmağa. Evin özü, indi evdə də, öz ailəmizdə də heç vaxt nə yemək, nə içmək sözünü işlətmərəm. Onlar neysə yaz, məsələn, mən daimi yemək deyirəm, içmək deyirəm. Çünki heylə görmüşəm. Və inan ki, o 92'den sonra evdə, öz evimdə də olan o boşqabdır, qaşıqdır, çəngəldir, yəni bu məişət əşyalardır, televizorun özüdür, onlar da mənə yaddılar. Məndə də heylə xüsusiyyət var. Demək, öyrəşə bilmədim də onlara. Mənim üçün, mənə həmişə köhnə adam deyirlər. Dostlarım deyirsən, köhnə adamsan. Deyirəm, qoy köhnəlikdə qalım. Mən beləyəm. Amma ən müasir adamam, amma köhnəliyi heç vaxt unuda bilmərəm adətən. Mənim üçün dünyada bir televizor var. O da Beryoska 215, kənddə qalan. Qalan televizor deyir ki, hərdən bir göstərməyəndə də yumruqla vurulursa boşalırdı, göstərirdi. Mən onu bilirəm. Onun kimi rekord zadımız var. Regonda radyo var idi. Mənim üçün bir dənə radyo var, o da Regonda. Uzun hündür ayaqları vardı, köşkdə qoymuşdur. Radyoya çok kulak asırdım, ben sevirdim. Orada aşık musikisini tez verdiler. Saz mənim ürəyimdə, mesela saz aleti. Sazdı bir de qarazonda, bunlar hədsiz sevirəm. Çünkü her ikisi insanın formalaşmasında büyük rol oynuyor. Mesela burada bir şeye fikir verək. Bizim kənd qarazurna sədaları altında formalaşmıştı, böyümüştü, genişlenmişti. Daimi qəhrəmanlığa çağırırdı yine. Aşıq Samet, Aşıq İskəndər. Ermənilər məsələn müharibəni başlayanda kendimizden 100 nəfərə yaxın, 100'den çox gənc silaha sarıldı. Nəyin hesabı neydi?
hem köhte ənənə vardı. 18-ci ildə bizim kənd, onda da şəhid verdik. 18-ci ildə onda da kənd qalxdı tamamilə ermənilərin əleyhinə, ermənilərə qarşı müharibəyə. İndi də Qarazurna daimi qəhrəmanlığa aşılıydı. Bəli, Aşıq Səməd, Aşıq İskəndər, Aşıq Mizdəli, Aşıq Möhbət. Biz bunların musiqisi altında böyüdük ki deyin, 100-dən artıq gəc birdən silaha sarıldı. İnanın ki, bunlar hamısı şərtdir. Qarazurna çalınanda ən zəif, ən qorxaq, ən ta yerindən tərpərə bilməyən adam ayağa dura bilir. Məsələn, mənim yadımda kəndin toyları, Aşıq İskəndər birinci bəy evinin qarşısında Koroğlu adında bir hava çalardı. O havanın, Koroğlu adında çok havalar var. Cengi Koroğlu, Sürütme Koroğlu, Sərləmə Koroğlu, Misri Koroğlu, çoxlu havalar var. Düzü saymaq olar nə qədər. Ama o bir hava çalırdı. Deyirdi ki, bu havanın adı Koroğludur. O havada çalınanda elə bilirdin ki, bak, bu mənim sən bilirsən ki, mən səmimi adamam. Yoldaşlar hamısı belə, boğazdan yuxarı söz demirəm. Nə gəlsə, mənfi müsbət ürəkdən deyirəm. O Koroğlu çalınanda elə bilirdin ki, bəyin həyəti evi Çənlibeldi. Koroğlu Nigar xanım başda əyləşib, dəlilər güc tutub, güləşib, qılınc oynadılır. Bax, o hava bizi onu deyətdirirdi. Ona görə də Qarazurnanı həddindən artıq sevirəm. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin, böyük şairimizə yazır, gülə-gülə şaqqıldadı Qarazurna. Uçub gəldi qatarına, qatarından ayrı düşmüş baladurna. Qarazurna elədi ki, o çalınanda bəli, ən zəif adam qeyrət, damarına qeyrət gəldi. Qeyrət damarı tarlanır, qanı oynayır, yerindən düşür. Sazı isə, saz, musiqi alətləri içərisində yeganə alətdir ki, saz ifa olunanda vətəni yada düşür. Vətəni sazdan başqa heç bir alət yada sala bilməz, mümkün də deyil. Yəni mənim baxışım elə. Ona görə də sazla Qarazurna ikisi də ürəyin başındadır. Biri məni qaldırır, sazın özündə də Koroğlu havalar var. Bax adım çəkdiyim havalar, onlar hamısı qəhrəmanlıq aşırırlar. Cəngi Koroğlu, Misri Koroğlu, Döşəmə Koroğlu, Bozuğu Koroğlu, Sallama Koroğlu, Sürütmə Koroğlu, Misri, bunlar hamısı sazda qəhrəmanlıq havalarıdır, o aşırırlar. Amma sizi inandırım ki, bu 92-ci ildən bəri olan qaçqınlıq, köşkünlük dövründə məni elə yaşadan da biraz yaşamışsam, onu da saz yaşadım. O alətdən başqa qalanı yalandı. Çalınanda elə bilmişəm ki, kəndin hər yeri kino lenti kimi gözümün qabağından gəlib keçir. Hətta işə gedərkən yolun küçənin kənarında baxmışam, maşın dayanıb, saz səsi var. Durmuşam maşının yanında saz çalınıp qutarıb sonra çıxıb getmişim. İnanmıram ki, bir aşıq oxuyanda mən ya televizoru, ya radyoyu bağlayam, ya səsini alam. Amma hansı aşıq oxuyanda nə qədər səs varsa, onun hamısını vermişəm ki, bu sazın səsi gəlsin. Saz vətən deməkdir, mən o cür qəbul edirəm. Saz vətən. Özüm onun şahidiyim, ruhani havası o çalınanda sazdır. Elə bilsən ki, o dağlarda gəzirsən, xəyalının dağlarda dolaşır. Xüsusən el havasına qulaq asanda, el havasına, elə bilirsən ki, ağır bir köç, Hoçaz dağının saçından üzbəri Ərtəbiyə sarı gəlir, böyük sürülərdir, sana dağlara doğru başalıb gedirsən. Mən bu el havasını o cürə qəbul edirəm. Onun bir neçə adı var, el havasıdır, dərvişidir, qaraçıdır. Yazır ki, dinlən ay qaraçı, aman günüdür, qoyma yaxaladı duman dağları, səsinlə silkələ qaldı yerindən, fikir dəryasına cuman dağları. Hanı aşıqçının gəlmir avazı, dinlənmir havası, səslənmir sazı, köçüb Koroğlusu gelib eyvazı, salıb və həsrətə zaman dağları. Yaxşını dünyadan qəmlər silməsin, ürəklər bir daha ağrı bilməsin, İnsanın qəlbinə dağ çəkilməsin, yaxşılar görməsin yaman dağları. Zalımxan Yaqub, Allah rəhmət eləsin, gözəl şairimizdir. Böyük dünyası olan şairdir. İndi saz bizə o dağların hamısını xatırladır. Mən saza qulaq asdıqsam, oradan birinci Laçında simvol İşıqlı dağıdır. Ama Qızılboğaz dağı İşıqlı dağından 45 metr hündürdür. Belə üzr istəyirəm, 44 metr. İşıqlının
3555 metr deniz seviyesinden hündürlüğü var. Kızılboğaz'da ise 44 metr ışıklıdan hündürdür. Hündür olmasına bakmayarak Laçının simvolu ışıklıdır. Niye? Kızılboğaz hündürlüğüne bakmayarak başı yastıdır, zirvesi yastıdır. Gün hələm oraya yaxşı bilmir. Ama elə gün Sarıbabadan bakan kimi ışıklının dağı ışıklanır. Üzü tildir, düz vurur oraya ışık çıxır. Can qutarandır, ışıklıdır. Mən dağları sağ təqrəbi istiqamətinə sayıram. Soldan sağa. Can qutaran, ışıklı, Karagöl, sonra Keçal Dağ, El Yetmez, sonra Alatxeyir Dərəsi, Allah Mədədli Dərəsi, Əyrqar, Ərməz, sonra Qızılboğaz, Sarı Yoxuş, Şiş Dağ, sonra gəlir Çaynaxar mənbəyi istiqamətinə Fərməşləpə, Qulalı, Şilgaz, Səhli, Qırxbulaq, Yüzbulaq, Müxtökən silsiləsi, oradan Həkəri çayın mənbəyi olan 7 bölük, 7 bulaqdan çıxır. Çox belə möcüzəli bir şeydir. Adaları var, çayın adaları. Əlini qaldırırsan, ən uzun adam da əlini qaldırsan, baldırganın başına əl çatmaz. Oradan gəlirsən Çiçəkliyə, sonra Qırxqıza, Sarıbabaya, Haçayala, oradan gelirsən Laçın şəhərinə. Girəcək bax ora, bu dağlar Laçını üzük qaş kimi alıb mühasirəyə və qoynunda saxlayıb, belə deyək də, qoynunda bəsləyib, qoynunda saxlayıb. Qaranın ulduzu Laçın. Bəli, sağ təqrəb istiqamətinə. Laçın dağlarının da babası Ağsaqqalı da Sarı babadır. İşıqlı Laçının vüqarıdır, əzəmətidir. Laçının məğrurluğudur, işıqlı ilə. Hətta rayonda Ağbulaqlı dostum Aşıq Cabbarov, buradan salamlarımı da gönderirəm Aşıq Cabbara. İşıqlı Aşıqlar ansamblı yaratmışdı. Adı İşıqlıydı. Dağın adını koymuşdular onlar. Cabbar müəllimin xidmətləridir. Böyük də Aşıq ordusu orada cəmlənmişdi. Neçə dəfə də festivallarda laureat oldular. Qızıl medal aldılar. Cabbar müəllim özü Özbəkistan'da keçirilən zaddan müsabiqədə qızıl saat aldı. Qızıl medal aldı. Atxan müəllim oradan sonra Aşıq Famil. Onlar hamısı mənim yaxın dostlarım və mənə çox yaxın olan insanlardır. Hamısına Aşıq Atxana da, Aşıq Familə da, Xəlilə da, Əzizə də, Cabbar müəllim başda olmaqla hamısına çox-çox salamlarını göndərirəm. Onlarla bir yerdə də çox olmuşuq. Söz məclislərində bir yerdə çox iştirak edir. Amma bütün bunların hamısını mənim baxışıma belədir. Onun hamısını Laçın təbiəti verir. O böyük sanaturunda sevimli şairimizdə belə bir söz var. Tavustan poemasında yazır ki, bəzən dağ başını duman çən alır, şair olmayan da xəyala dalır. İndi bax oralar, o yerlər, o adın çəkdiyin yerlər hamısı şair olmayanı da xəyala daldıra bilir. Məsələn, bir dəfə bir şey mən nəzər diqqətinə çatdırım. Heyvan növbatındaydım, Hümmətin tilində. O tilin üstü düzdür. Kolxozun orada taxıl yeri vardı, daimi taxıl əkərdilər. Hündür, un taxılı. Orada heyvan növbatındaydım. Ərtəpəyə baxırdım. Baxdım ki, Muruzun meşəsinin içindən bir top duman çıxdı. Getdi Ərtəpənin Soyuqbulaq tərəfindən, oradan istədi aşağı. Külək oradan qaytardı, gətirdi bir də saldı Muruzun meşəsinə. Neçə dəfə, bəlkə 3 dəfə, 4 dəfə duman getdi oraya, oradan külək onu qaytardı, qoymadı oradan zirvədən aşmağa. Sonra duman gəldi, göl yerinin baxar üzündən, oradan keçib getmək istədi, oradan da qaytardı yenə. Neçə dəfə keçdi, hamısında külək qaytardı aşağı, gəlib hardan keçdi yaxşıdır. Gəldi qocanın çörük altdan, oraya aşağıda külək yoxdur. Oradan keçdi, gəldi, Qaradaşdan çıxdı, Aştomuzda. O qədər gözəl bir mənzərə yarattı ki o. Neçə dəfə istədi, oradan buradan zirvəsindən, yanlarından aşağı imkan vermədi. O qədər elə şeyləri görmüşəm. Demək, dağda Sarı Yox yaylağının başında orada olmuşam. Allah can sağlığı versin, ömür versin. Mamoğlu Rəhmana, dayın güllər. Oradan düz bir ay. Demək, nəyə baxırdım? Görürlər, gecə yatmıram. Gecə çıxırdım çölə, otururdum, orada qaya vardı, qayanın üstəki. Görüm, Sarıbabadan ay doğanda dağlar nətər görsənir.
Hamdolsun o neye inanırsan ona, o inandırmak değil, ondan dışına adam mecbur olan söz gelsin. Dağların üstüne bir nur silenirdi. Bir nur silenirdi ki, elə bilirdin ki, hamısı baş-başa verip yatıb. Elə bilirdin ki, Laçın cəmaatının və o kəndlərin hamısının keşiğini çəkirlər. Təmiz hava. Bəli. Hərdən bir də külək, mən istiqamətə əsəndə dərələrin səsini külək qulağımıza gətirir. Şırıltı olurdu, dərələrdə şırıltı, gürültü olurdu. Su yay vaxtı dağların qararırdı, dərələr daşırdı. Külək əsəndə səsin qulağımıza gətirirlər. Baxırdın ki, elə gözəl səs yaradırdı, elə gözəl səs yaradırdı. Heç bir bəstəkar heylə musiqini bəstələyə bilməz. Sonra iki qayanın arasından hündür qayaların belə külək çıxırdı, girib çıxırdı da əsirdi. Onun yaratdığı səsi də heç bir bəstəkar bəstələyə bilməz. Sonra alaçıq çubuqlarını sürütdüyüm aparırdı, ata yüklüydülər, o da bir cür səs çıxardırdı. Onu da heç kim bəstələyə bilməz. Təbiətin özünün yaratdıqlarını heç kim bəstələyə bilməz. Sevgili şairimiz Hüseyin Arif yadıma düşdü. Yazır ki, gəl çaq seyrinə uca dağların, çəmən olan yerdə xalça nə lazım? Gözündən su içək buz bulaqların, lülpər olan yerdə dolça nə lazım? Nə kaman götürək, nə tar, nə qaval. Orada nəğmə də var, nəğməşər də var. Yarıq bulutları dinəndə qartal, o səsə bərabər bir səs harda var. Hərdən göy gürlayıb, yağış gəlsə də, qoruyar sardaqlı qayalar bizi, ətrafı çən tutub, duman kəssə də, bələdçi cığırlar aparar bizi. Gəlin təbiəti, biz də düşünək o özü, hər şeyi düşünən kimi. O ana dağların seyrinə dalsan, qızaran laləni döşə taxarsan, səhərlər, səhər sarıdamızı gözündə alır, səhərlər yanına güzgü düşəndə maral baxan gölə sən də baxarsan. Elə gözəl qələmlə onu şəkil tablolar çəkib ki, rəssam qələmi ilə. Heç bir rəssam elə sənət yarada bilməz. Bu təbiətin özündə olan neçə yazı, neçə yayı, vurdum səndə başa dağlar, camalına min yol azı, mən etdim tamaşa dağlar. Gündüz günəşə vuruldum, gecə aya aşıq oldum, heç bilmirəm necə doldum, qucağında yaşa dağlar. Ağır eller yaylarsan, gözəl ömrün novrarsan, Hüseyin'in oylarsan, yaşa dağlar, ömür yetir başa dağlar. Ama neyine ki, dağlarımız hemen dağlarda insanlar bir yaşa dolur, köç eləyir aramızdan. Allah dağlarımızı var eləsin, insanlarımızı var eləsin, təbiətimizi var eləsin. Bak, Laçının təbiəti çok zengin, çok zengin. Havası, suyu, torpağı, olmayanları da deyirəm də, şair eləyir, aşır eləyir, rəssam eləyir. Bütün sanatları verirdi onu. Bizim böyük ressamımız vardı, halk ressamı Maral Rəhmanzadə. Allah rəhmət eləsin. Hər il Qaragölə gəlirdi. Hər il İşxiliyə gəlirdi. Onun sənət əsərlərinin əksəriyyəti Laçındandır. Gözəldir. Yanıma bir şeirim düşdü. Qaragöl haqqında yazmışdım. Uzun şehirdi, yanımda hansı qalıbsa, o problemlerden sonra hansı qalıbsa olan deyəcəm. Damla damla sızga sızga, qəlbimə daman Qaragöl, axar baxar mənzərəli, gözəlsən yaman Qaragöl, həsrətində mənəm yanan, çəkdim ah aman Qaragöl, sevmişəm boy bu saatini, eşqinlə yanmam Qaragöl, heç vaxt unutmaram səni, keçdə də zaman Qaragöl. Axır mən də yadıma düşür, xəyal atın yəhərləyib, ətəyindən süzüb keçdim. Qaymaq çiçək bənövşəni daşdımından üzüb keçdim. Sularına baş vurarak qəvvəs olub üzüb keçdim. Adına dastan bağladım, neçə mısra düzüb keçdim. İldirimi unutmasan, ölürəm Pünhan Qaragöl. Sevimli gözəl şairimiz Xəlilizdə Ulu Türkü Çalbayırda 2 gün müşahidə eləmişəm, gəzmişik. Orada yazmışdım ki, Xəlilizdə Ulu Türklə olduq qonağın Çalbayır. Eller axışıb gəldilər, coşdu yığınağın Çalbayır. Her tarafa sada düştü, yandı çırağın Çalbayır. Şaire hoş geldin dedin, güldü dodağın Çalbayır. Xəlil özü heyranlıqla seyre daldı zirveleri, könlü zirve soraklıydı, gözü aldı zirveleri.
Şeiri, sözü şimşek olup yaman saldı cidveleri. Şöylelendi 4000 yana, yandı çırağım salbayır. Yaşıl yaylaq süfrə açdı, kuzu eti beçə balı. Oğul gerek belə yerdə bal içindən seçə balı. Çıngıllı balığın suyu tez yendirdi heça balı. Üzlü pendir yaz yağına, dad bilənlər keçə balı. Vallahi sirdi möcüzəli sənin torpağın salbayır. Aşıq Cabbar meydan açtı. Söz verildi telli saza. Ulu Türk'ten dastan dedi. Bakın şirin dilli saza. Ne kadar ehsen dediler. Bizim Lasın elli saza. Koşkaroğlu nere çekip olduysa dayağın çalbayır. Yola düştük. Biz yola düşüp artık Oğaz maşından gelirdi. O vakit en yaşlı Oğaz maşını. Biz gelende Ermez'den bir topa kara bulut da geldi. Yağış geldi. Dalımızdan öyle bir şey tabiat suattı. Yola düştük arkamızca. Nur çiledi dolan bulut. Elə hönkürüb ağladı. Bağrıma ot salan bulut. İldirimla kallirdə ildi olup yalan bulut. Yazdım geçen günlerimin qarasına ançalbayır. Bəzi mısralar yadımdan çıktı. O da problemlerle bağlıdır ama ümumiyyətlə bax, mən o dağları belə yazmışam, belə görmüşəm. Belə yanaşmışam o dağlara. Üzr istəyirəm. Yəni bunları da siz sözünüzlə, sazınızla, yəni o yazdıqlarınızla yaşatmışsınız. O gözəllikləri zamanda çatdırmışsınız. Allah ömür versin. İnşallah qismət olar. Özün gedərsən inşallah. Allah'tan yalnız yeganə arzum o gəz torpaqları ziyaret eləməkdir. Yeganə arzum. Hər dəfə problemlərim olur, sözə sağlıq problemlərlə bağlı görürsən nəsə qalır, nəsə eləyir. Amma gedə bilməsəm də, hər saniyə orayla addımlıyım, hər saniyə. Biz bu hazır çok soğuk olabilsin ki nəsə əlavə bir şey demək istəyirdin. Yox, ətraflı gözəl danışdın. Allah canını sağ eləsin. Sizlə bahar. Ham bilir ki, sən vətənə bağlı bir insansan, o yerinə bağlı bir insansan, istəyir şeirlərinlə, istəyir sözlərinlə, istəyir o yazılı məqalələrlə. Yəni o hər yerdə ham bilir ki, vətənpərvər bir insansan. Çox sağ ol, Allah razı olsun. Belə xoş oldu ki, səndən səmimi söhbət elədik. Çox sağ ol, var olasın. Təşəkkür edirəm. Ədiyyətçəmisiz, var olasın. Yox, yəni bu belə şeylər, yəni tarixdə qalasın şeylər. Siz kimi sənətkarların, yəni sizin kimi vətənpərvər insanların sözü, söhbəti həmişə lazımdır cəmiyyət üçün. Var olasın həmişə. Mən istəyərdim ki, orayla bağlı ən yaxşı xatirən nədir? Onu ən gözəl yadda qalan bir xatirə olur. Torpaqlarla bağlı eləmir. 32 il ömür orada keçdi. 32 il. İndi baxmayaraq ki, bu illəri 2025'in fevralın 15'inde 65 yaş tamam oldu. Və oradan çox, Laçından çox, Mişindən çox demək, Ağcabəddə yaşadım. Çünki 32 il orada yaşadım. Ama kalanın burada yaşadım. Buradan təqayüdə çıxdım. Amma bir dəfə də olsun mən Ağcabədini hələ yuxuda görməmişəm. Bir dəfə də olsun. Nə də oradakı adamların çoxlu orada da sizlər yaxın olmasın, çoxlu dostlarım var. Onların birini də yuxuda görürüm. Mən ancaq yuxuda gördüyüm Mişni. Oradakı ot biçini, hörüş, təbiət, oraları yuxuda görürəm. Daima orada yuxuda görürəm. Mənim də ən şirin, ən yadda qalan, ən əziz, ən istəkli, ən vurğunu, heyranı olduğum xatirələr və silinməyən xatirələr, iliyimə, sümüyümə yazılmış kəndin ot biçən xatirələr. Ondan da yaxşısı yoxdur. Baxmayaraq ki, uzun illərdə, məsələn, tələbədə oldum, başqa yerlərdə də oldum, qonşu kənddə də işlədim. Baxmayaraq ki, çox yerlərdə işlədim. Amma onların heç biri ot biçini qədər mənə əziz olmadı. Orada tamamilə duzlu, dadlı, yadda qalan, o mənəviyyata işləyən anlar çox olub. Məsələn, ən xoşuma gələn şeyin biri zindan çəkiş səsidir. Örüşdə zindan çəkiş. Demək, Seyfəli Allah canı sağ eləsin. Buradan Seyfəliyə salamlarımı göndərirəm. Ot biçənlərin kərənti duyanı Seyfəli idi. Görürdün, aşağısına belə ot doluyur ki, yerə torpağa batmasın. Zindanı qoyurdu, üstə çəkişlə döyürdü. Çox gözəl səsi vardı. Sonra elə lezva kimi itirirdilər ki,
otun ayağın kəsəndə başı tərpənmirdi. Bütün hörüş hamısı səs-küy olurdu. Təbiətin məhsulunu hamı həvəslə bir yerə toplayırdı, bir yerə yığırdı. Hamıda yüksək əhval-ruhiyyə var idi. Amma hamı da sağlam idi. Çünki orada yaşayan adam sağlam ola bilməzdi. Həm idman edirdi, ot biçinə. Ot biçinə gedəndə, bəli, həddindən artıq mən həvəslə gedirdim. Elə bil ki, sanatoriya gedirdim, dincəlməyə gedirdim. O işin özü bir dincəlmə idi. Bir sanatoriya idi. Deyək ki, kurorto idi. Deyək ki, onların hamısından da üstün idi. Birliyi idi, mehribançılığı. Bəli, hər şey yaxşı idi. Deyirəm da, 3 ay bir yerdə çörək yerdik. Günorta yeməyi nə olurdu? Günorta yeməyində məsələn, tam samimi deyirəm, ola bilsin ki, kimsə baxsın otursan yoldaşlardan, tam samimi deyirəm. Sonra mənə deməsin ki, bunu bax, belə deyildi, belədir. Çörəyin arasında olardı pomidor, xiyar, sonra kartoşka qaynamışı, qızardılmışı, kartofun piresi, lobya qovrulmuşu, sonra qatır, tək adamlarda görərdən dolma ola bilər. Dolma, tək bir iş adam da ola bilər. Onu da hamısı götürüb paylayırdılar, kimdə var idisə, nə qədər o çalan vardı, çox idi. Dolmada çatdırmaq mümkün deyil. Təsəvvürlə ki, mehribançılığa bax ki, bıçaqla kəsib hamıya parasını qoyurdular. Sonra odur yeməklərlə, amma o yeməklərin tamı indi ən əla ətin tamı qədər tamından 10 dəfə, 100 dəfə üstün idi. İndi əla yeməklər o vaxtı mənim ot biçən yoldaşlarımla yediyimiz yeməklər qat-qat aşağıda qalır. Mən belə deyirəm. Yəni reallıq belə idi. O lobyanın tam harda var idi. Yox idi indi elə şeylər. Elə şeylər yoxdur. Örüşdə də sahədə başqa olurdu. O başqa şirinlik olurdu. Bəli. Həm o da şirinlik verirdi, dadlı duzluluq verirdi. Həm də ki öz iş yoldaşlarından oturursan, sən qocanın uçuğunun başında İraq hamıdan zəhər də yersən bal kimidir. Orada istəyirsən nə yersən ye. Orada baldır. Onu yedizdirir. İndi bəzi şeylər var ki, indiki dövrlə müqayisə eləyəndə özümə gülməyim gəlir. Məsələn, göl yerinin arxasında o el yoluna sarı tərəfdə işləyirdi, ora çalıydı. Gün ortaya çıxanda ot biçənlər dedi, yox, bura istidir, gərək uçuğun başına gedir. O zalıqda yol gəlirdi uçuğun başına, niyə külək aşağıdan vururdu? Çox sərin olurdu. Sonra uçuqdan aşağı işləyəndə İbrahimlərin yerindən aşağı işləyirdi, orada Məhəmmədlərin yerinin başı Əzgilli bulağının altı, Cabbarın bulağından aşağı, o ətraflarda harda işləsək, hamı gedib Məhəmmədlərin armudunun dibində otururduq. Niyə? Ora o qədər sərin idi. Demək olar ki, yay üzünü soyuq idi. Milyon dənə kondisyoner yığırdın, oranı verdiyi sərinliyi verəməzdi. Bir dənə, deyək ki, ətli canlı boya ot biçən, gün orta saat 1-dən 3-ə qədər orada kölgədə otura bilməzdi. Yerə çıxıb günün qabağında özünü qızdırıydı biraz. Bax, ora belə idi. Sonra Körcə bulağının çalası idi, göl yerinin çalası, bir də yarğanın başının çalası. Kimsə deyildi ki, mən ən qolu gücdə ot biçənəm, fiziki cəhətdən beləyəm eləyəm. O adın çəkdiyim 3 yerdə hamı dirənirdi. Ayaq üstə kərəntini qaldırırdıq, otun başına çatmırdı. O göl yerinin çalası, Körcə bulağının çalası, bir də yarğanın başının çalası. Orada ot o qədər və hündür idi. Heç kim qolunu aça bilməzdi. Zəif bir 2-3 qarış belə azca çəkə-çəkə gətirirdi. Həddindən artıq ot çox qalın və hündür olurdu. Ona görə də orada insanlar sonra ən maraqlı cəhət nə idi? Bu Xuraman su verən olurdu həmişə. Bizdə su verən Xuramanıdır, şəkillidir, Fənər rəhmətlidir, onlar şəkil su verirdilər. Ot biçənlər sırayla dururdular, su verən gətirib 10 nəfər ot biçənə suyu verəndən sonra qalan ot biçənlər deyir, yox, su köhnəlib ki, təzəsin gəl. Bir də gedirdi, bu vaxtdan yansı bulaq yaxındır, təzəsin gətirirdilər. İnsanın da əsas sudur da, içdiyi su, 80% içdiyi sudan asılıdır sağlamlıq. Ona görə də o yerlərin suyunun da əvəzi yox idi. Tamam, başqa onlar tam işi, bax, bu cür idi. İş axıra qalanda, 2 yerdə iş axıra qalırdı. Əgər film dərəsindən başlayıb göl yerinə çıxdıqsa, Kövşən axıra qalırdı. Əgər Kövşən qalırdısa, göl yeri axıra qalırdı. Axıra qalanda da çox kövrək olurdu hamı. Niyə? Çünki iş qutarırdı.
Mesela Kövşəndə də göl yerində də deyirlər yox, ən əl yüngül bir adam axırda kərəntini biçsin. Yəni bir top saxlayırdıq yonca, göy soğan kimi. Deyirlər ki, yüngül ot biçən gəlsin, əli yüngül olan biçsin. Orada mesela Allah rəhmət eləsin, Heydər kişi biçərdi, Heydərə verədilər olsun. Hamı dua edirdi ki, gələn bu vaxta qədər ölüm olmasın, hamı bir yerdə olsun, gələn gələ bu vaxtı burada axırıncı kərəntini gətirin. Bax, bu cür mehribançılıqla da ayrılıb gedir. Kənddə fərqi yoxdur, müəllimdir. Bəli, kim olur olsun. Hamı gəldi ot biçin. Bəli. Hamı ot biçinə gedirdi, ot biçinə. O, bütün hər şeyi də insanlarda mənəvi, daxili mənəvi aləmi çox zənginləşdirirdi. Orada məsələn hər yaş fərqində olan adamlar olurdu. Ağsaqqallardan da hamı çəkindirdi ki, bunu deməyim, bunu etməyim, bunu belə olmaz. Belə ağsaqqallar bizim deyək ki, qoruyucularımız idi. Bəli. Böyüklər idi. Daimi də o piştində onlar qabağa düşərdilər. Ortada bir top yer saxlayırdıq, bildirçin avlayırdıq. Hər yerin otunu biçirdik, bildirçin gelirdi dola. Yəni kərəntini alıp belə baxırdı, qalxan kimi şey edirdi. Vururdu, ya tuturdu belə-belədir. O da var idi. Düzdür, təbiətə düzgün değildi yani. Ama eləyirdik də o. Allah Şəhriyar'a rəhmət eləsin. Böyük şairimiz Şəhriyar yazır ki, Heydər Babaya salamda biçinçilər bildirsini soraqlar. Bax biz də görürük harada var. Beləydi. Yox, biz yaddaşımda qalan ən şirin xatirələr ot biçini ilə bağlı olan xatirələrdir. Çok yoldaşlar, çok güzel yoldaşlar idi. Şeir yazmamsan el ot biçinine ait? Çoxlu şeirlerim var. Çoxlu şeirlerim. Dedeme bir şeir yazmıştım. Ot biçini ilə bağlı. Allah bütün ölenlerimizin hamısına rəhmət eləsin. Yadıma düşən yerlerini diyeceğim. Kendimizde ot biçini başlayıp kərəntini yaxşı saxlayaydı da biçənəklər boy verməyir adama, kərəntini yaxşı saxlayaydı da Kövşəndə sümbülün yetişir dəni, məhsulu bol verir yaradan qəni, qocanın uçuğu gözləyir sənin kərəntini yaxşı saxlayaydı da açılıbdır çimənlərin lalası, bəzənibdir göy meşənin talası, qol ağrıdır göl yerinin çalası, kərəntini yaxşı saxlayaydı da dik uzaya şeyhçilənir, nur yağır, gözlər sürüşərsən keç ağır-ağır, pirin suyu 3 ay olur salçağır, kərəntini yaxşı saxlayaydı da Kazım düşən 7 günə çalındı, mineral bulağa cığır salındı, yarğanın başının otu qalındı, kərəntini yaxşı saxlayaydı da bildirim dağ deyir gündəmin kərə, sinəmdədir yaşıl yamaş, gen dərə, darıxma, birlikdə düşərik bərə, kərəntini yaxşı saxlayaydı da. Allah sana ömür versin. En doğru gibi şeyler var idi. Ve başka şehirlerim de çoktu. Sadece olarak bu problemler, sağlamlık, hastalık problemleri bana çok pis təsir elədi. Yani her şeye təsir ediyor. İster istemez təsir ediyor. Həkəri sahib birden yoldaşlara deyirəm ki, yumruq boyda bir ürəkdə 120 kilometre uzunluğu olan bir həkəri sayaqırı. 140 kənd, 75 min əhali, 120 kilometrede uzunluğunda olan bir həkəri. Onlar hamısı benim yumruq boyda bir ürəyimdə. O dağlarla bir yerdə. Bugün elə sən o elimiz obamızı ziyarət elədin. Bir adları ilə, həkərləri ilə, çayları ilə, hamısı ilə gəzdin, dolaşdın. Amin. Elə yürühün dolaşdı onlarda. Xəyalın getdi oralara. Ama o gençler de, talebelerim de bazen oturup çok söhbət edirdik. Onlara da deyirdim ki, dünyanın en hündür, en büyük, en əzəmətli dağı Ertepe'dir. Gördün saat bakın, bilmez. Onu Everest değil, Zomalan'ı değil ama Ertepe'nin de Zomalan, Gömana düşündüm. Dünyanın en büyük çayı Həkəridir. Dünyanın en büyük gölü, okyanı ve denizi de Qaragöl'dür. Yani ben bu cürə qəlbimə yerləşdirmişəm. Olma vətən. Onlar da, ben de bilirəm ki, onlar o adım çəkdiyim o yerler, o təbiətin hamısı, onlar məni diqqətində saxlayır. Onlar bilir ki, bildirim bir gün gələcək. Yani ne kadar o enbiyan eləsə də, əcəl ne kadar sağdan soldan keçsə də, xəstəlik ne kadar o enbiyan eləsə də, onlar yol gözləyirlər. Onlar bilir ki, ben bir gün gələcəm. Yani, çünkü onların ben hədsiz
hədsiz dəlicəsinə durğunuyam onların. Dəlicəsinə sevgi bax, mənim o təbiətə olan sevgimdir. Bilirəm. Burada Həddindən artıq bütün varlığım, vücudum hamısı onlarla bağlıdır. Təpədən dırnağa mən o yerlərlə bağlı və nəfəs alan adamam. Elə məni yaşadanda bu 35-lə yaxın bir vaxtda oraya qayıtmaq ümidi olub. Ağır, çətin, imkansız, zəif, ciddi, həddən böyük problemli günlərim çox olub. Amma tək bir saniyə ümidsiz qaldığım günüm olmayıb. Ama ümid bilirəm ki, məni qovuşturacaq o dağlara. Həkəri ilə də görüşəcəm. Qaragöllə də, adım çəkdiyim dağlarla da, Mişni ilə də, Ərtəpə ilə də. O yerlər mən bilirəm ki, gözləyirlər, getmək lazım. İnşallah şahid. Biz inşallah tezliklə sənin o torpaqlara qovuşmağına şahid olaq. Biz də görək. Allah razı olsun. Bu hissləri yaşayırsan, orada mən onu görmək istəyirəm ki, o hissləri yəqin çox əzəmətli bir görüş olacaq. Sağ ol, var ol, Allah razı olsun. Yurdumuzla, elimizlə, Ərtəpə ilə. Yenə deyim, səmimi söhbət elədik. Çox sağ ol. Təşəkkür edirəm. Allah ömür versin inşallah ki, Allah şəfa versin səndən tezliklə. Təşəkkür edirəm. Sağlamlığına qovuşasan. İnşallah Ərtəbədə görüşək. Amin. Amin inşallah. Çox sağ ol. Amin. Çox sağ ol. Amin. Təşəkkür ederim. Var ol.